Hər vaxtınız xeyir olsun, əziz Sport Info izləyiciləri. Mən Aytən Mustafayeva yeni xəbər bloku ilə qarşınızdayım. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Talih Heydərov Qəbələyə növbəti dəfə vəsait ayırıb. Londonda yaşayan iş adamı 1 milyon dollarından keçib. Bu məbləğ klubun gələn mövsümlə bağlı işləri üçün nəzərdə tutulub. Talih Heydərov 8 ildir Qırmızı Qaravara yalnız bu cür dəstək verir. Ondan öncəki illərdə Qəbələnin bütün məsrəfini özü çəkirdisə, 2018-ci ildən bəri kisənin ağzını böyük ölçüdə bağlayıb. Prezident postunu fəxri prezidentliyə dəyişəndən bu yana 1 və ya 1,5 milyon manat ödəməklə kifayətlənir. Başqa heç nə etmir. Nazirin oğlu Qəbələ ilə demək olar ki, maraqlanmır. Nə stadiona gəlir, nə oyunları izləyir. Komanda üzvləri onun üzünü axırıncı dəfə nə vaxt gördüklərini xatırlamırlar. Qarabağın qarşıdakı günlər üçün transfer planı məlum olub. Premyer Liqanın gümüş medalçısı bundan sonraki dönəmdə daha 4 yeni oyuncu alacaq. Qarabağ yeni mövsüm üçün hələlik 5 transfer həyata keçirib. Ağdam təmsilçisindən saytımıza verilən məlumata görə rəhbərlik bu istiqamətdə konkret işlər görür. Danışıqlar aparılan legionerlərlə ilkin razılıq əldə olunub. Onların məxsus olduğu klublarla təzminat məbləğinin razılaşdırılması gözlənilir. Ümumiyyətlə, Köhlən Atlar Avropa Liqasının startınadək bu işləri bitirmək fikrindədir. Cabo Verde millisinin və Şavişin qapıçısı Vazinya tezliklə Azərbaycana gələ bilər. O, dünya çempionatında sərgilədiyi inamlı çıxışla Neftçi rəhbərliyinin diqqətini çəkib. Bakılı funksionerlər, menecerlər vasitəsilə onunla bağlı məlumat toplamağa başlayıb. Portuqaliyanın 2-ci liqasında ayda təxminən 5000 avro maaş alan 40 yaşlı Kiperlə hələ birbaşa kontakt qurulmayıb. Bununla belə, karyerasını ölkəmizdə davam etdirib-etdirməmək perspektivi araşdırılıb. Ağqaralara məlum olub ki, Afrikalı mundialdakı çıxışı ilə öz ətrafında böyük müştəri ordusu toplayıb. O, hazırda Braziliya Serie B-də çıxış edən 3 komanda ilə danışıqlar aparır. Bu ölkənin 2-ci divizyon klubları ilə yanaşı, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Ukrayna və Macarıstan təmsilçiləri də Vazinyaya yaxından maraq göstərir. Adı çəkilən əlcək sahibi, dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya ilə oyunda Cabo Verde yığmasına xal qazandırmaqla turnirin ulduzuna çevrilib. Bir neçə vacib seyv edərək maçın ən yaxşı oyuncusu seçilib. Neftçinin mərhum baş məşqçisi Böyük Ağa Hacıyevin nəvəsi Alpaslan Barselona Akademiyasına qəbul olunub. Bu barədə onun ABŞ-də yaşayan övladı Yusif Hacıyev sosial şəbəkə hesabında post paylaşıb. Heyf, atam bu günləri görə bilmədi. Həqiqətən nəvəsi ilə çox fəxr edərdi. Hacıyev uzun müddət Neftçinin baş məşqçisi olub. Bakılılar tarixinin ən böyük uğurunu onun rəhbərliyi altında qazanıb. Söhbət 2013-14 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakdan gedir. O, 2018-ci ildə 60 yaşında dünyasını dəyişib.